Türkiyə Avropa İttifaqına təsirini gücləndirmək məqsədi ilə Ukraynada sülhməramlı missiyada iştirak etmək üçün öz qoşunlarını göndərə bilər. Bloomberg nəşrinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan təhlükəsizlik müqabilində ittifaq ilə daha sıx müdafiə və iqtisadi əməkdaşlıq istəyir. Avropa qitəsi isə Vaşinqtondan asıllığını azaltmağın yollarını axtarır. Müzakirələr xüsusilə Türkiyə hərbçilərinin Ukrayna sülhməramlı missiyasında iştirakı ilə bağlı ola bilər. İndiki məqamda nəşrin bu kimi fikirlər səsləndirməsi Ankaranın Avropa İttifaqına təsirini gücləndirdiyini deməyə əsas verir ki, son baş verən proseslər nəzərə alındıqda bu başa düşüləndir. Belə ki, qoca qitənin nümayəndələri ilə Birləşmiş Ştatlar və Rusiya Ukrayna üzərindən mübarizə aparırlar. Vaşinqtonla əlaqələrini gücləndirən və müəyyən vədlər qarşılığında Ağ Evin istəklərini yerinə yetirmək istəyən Moskva qarşısında zəiflədilmiş Avropa görmək istəyir. Bütün diqqətini Çinin yüksəlişinin qarşısını almağa və daxili məsələlərə yönəldən Birləşmiş Ştatlar Avropa İttifaqına siyasi və hərbi dəstəyini tamamilə kəsməyi planlaşdırır. Bu, bir-birlərinə tamamilə əks düşən tərəflərin qəbul etdiyi məsələ isə proseslərə üçüncü bir dövlətin müdaxilə etmə ehtiyacının duyulmasıdır. Odur ki, həm qoca qitənin nümayəndələri, həm də Birləşmiş Ştatlar Türkiyəni proseslərə cəlb edərək hadisələri öz xeyrinə həll etmək istəyir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Polşa baş naziri Donald Tusk arasında baş tutan görüş və bərabərində verilən açıqlamalar da açıq şəkildə göstərir ki, ittifaqı Ankaranın Rusiya ilə Birləşmiş Ştatlara qarşı Avropaya yaxınlaşmasını istəyir. Avropa İttifaqı isə Türkiyə üzərindən prosesə daxil olmaq istəyir. Yəni burada biz qeyd etmək lazımdır ki, Amerika və Rusiyanın özü də sırf Avropa İttifaqının prosesdən kənarda saxlanması və Avropa İttifaqı cəhbəsinin güclənməməsi üçün Türkiyəni yaxına buraxa bilərlər. O baxımdan dediyim kimi, Türkiyənin mövqeləri nəzərə alına bilər. Türkiyə, hər iki ölkə, Amerika və Rusiya Türkiyənin prosesdə iştirakına razı ola bilərlər. Məsələn, Avropa İttifaqı da indidən çalışır ki, Türkiyə ilə daha sıx əlaqələr yaratsın və Türkiyə bir növ bu prosesdə həm də Avropa İttifaqının mövqelərini müdafiə edən tərəf kimi çıxış etsin. Yəni bir növ Avropa İttifaqının təmsilçisi kimi çıxış etsin. Amerika Birləşmiş Devletleri ilə Rusiyanın yaxınlaşıyor olmaları Avrupayı tedirgin etmekte olduğu diğer bir husustur. Çünkü savunma ve askeri alanda Amerika'ya bağımlı olan, enerji konusunda Rusya'ya bağımlı olan Avrupa ülkeleri Amerika-Rusya ittifakından Türkiye olmadan bir çıkış kapısı olmayacağını kendileri yine beyan etmektedir. Bundan dolayıdır ki Türkiye son gelinen durumda kritik ve paylaşılamayan ülke konumuna gelmiştir. Türkiyənin Avropa İttifaqında təsir gücünün artmasının digər səbəbi Ankaranın son dövrlər hərbi potensialının dəfələrlə artmasıdır. Belə ki, PUA, tank, qırıcı təyyarə və digər texnikaların tamamilə yerli istehsal olması Türkiyənin xaricdən asıllığını ortadan qaldıraraq həm hərbi gücünü artırıb, həm də silah satışlarını çoxaldıb. Sıpırı nəşri qlobal silah ixracatındakı payını 1,7%-ə çatdırıb. 2015-2019-cu illərdə bu göstərici 0,8% olub. Beləliklə, son 4 ildə Türkiyənin silah ixracı 103% artıb və Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısı olub. Təbii ki, bütün bunların fonunda Avropa İttifaqı Ankaranın artan hərbi gücündən istifadə etməyə və Birləşmiş Ştatların təsir sahəsindən çıxmağa çalışır. Hətta Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Polşa baş naziri Donald Tuskla görüşü zamanı müdafiə sahələrində güclü əməkdaşlığın müzakirə edilməsi də bunu sübut edir. Türkiye NATO'nun en güçlü ülkelerden biridir ve Avrupa Birliği'nin təhlükəsizlik məsələləri ilə bağlı narahatçılığı ve öz orduların hətta yaranması ilə bağlı irəli sürən fikirlər əlbəttə bu məsələdə Türkiye mühüm rol oynayacaq ve ona göre de Avropa Birliği'nin son zamanda değişen münasibətləri məhz bundan bağlaya bilərik. Göründüyü kimi, uzun müddət Türkiyənin Avropa İttifaqına üzv olmasını istəməyən, bəzi məsələlərdə təzyiq edən dövlətlər hazırda Ankaranın köməyinə ehtiyac duyur. Təbii ki, prosesləri detallı analiz edən və geosiyasi vəziyyətə uyğun hərəkət edən Türkiyə rəhbərliyi baş verən proseslərdə öz maraqlarını təmin edir. Ankaranın nəhayət Avropa İttifaqına tam üzvlüyü prosesi və ya ölkənin Avropa və Asiya arasında ən mühüm xaba çevrilməsi bunlardan biri ola bilər.